Qızıl balığın başından həm sərfəli, həm ləzzətli buğlama hazırladım. Bayramda kababını bişirib yediyimiz qızıl balıqların başını isə buzluqda saxlamışdım. İsraf etmədən gördüyünüz kimi çox ləzzətli buğlama hazırladım. Əvvəlcə balığın başlarını doğradım. Lazımsız hissələrini isə çıxartmağı unutmuruq. Əvvəlcə qazanın alt hissəsindən balığın doğranmış başlarından əlavə edirəm. Üzərinə doğranmış soğan, 2-3 diş sarımsaq, duz və qara istiot əlavə edirəm. Olsa dənəvər istiotdan da istifadə edə bilərsiniz. Üzərinə yaşıl balqar bibər, pomidor əlavə edirəm. Qalan balıqları da üzərinə düzüb, yenə də zövqə görə duz, qara istiot, dəfnə yarpağı, doğranmış cəfəri və yarım dənə limonun suyunu üzərinə sıxıram. 1 xörək qaşığı dolu ərinmiş kərə yağı, yarım stəkan su və 2 çay qaşığı özüm evdə hazırladığım tomatdan əlavə edib, vam odda qaynamağa düşdükdən sonra saat yarım bişirib götürürəm. Və budur. Qızıl balığın başı ilə ev üsulu buğlamamız hazırdır. Çox ləzzətli, ətirli, doyumlu və dadlı bir yemək alınır. Hazırlayan hər kəsə nuş olsun. Mütləq hazırlayın, bilirəm ki, çox bəyənəcəksiniz. Göz haqqınızı halal edin, videonu bəyənib yaddaşa verməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə hələlik.